Axşamın xeyir. Səsimə görə üzürlü say. Xəstələndiyim üçün boğazım da ağrıyır, deyinə olmur. İlk bu günləri ixtisas dərsidir. 1-4 ixtisas, 3-6 muğamdır. Bu yadıma sal, atımsa şəklini özündə gündəlinə yazarsan. Gündəlinə olmadı, onsuz da bir yerə yaz ki, yadından çıxmasın. İlk önce qammadır. 26 noyabrda qamma imtahanımızdır. 4-cü sinif olduğu üçün də ştrixlə çalışırıq. Birinci lia major qammasıdır. Fa diyez, do diyez, sol diyezdir. 4 notla çalışsan. Birinci çərək notla, birinci oktavadan başlayıb ikinci oktavada bitirəsən. Birinci oktavanın lia notundan, ikinci oktavanın lia notuna qədər çalışsan. Açarlığımızda 3 işarə olduğu üçün 3 işarənin içində özün qoymasan. Fa diyez, do diyez, sol diyez. Fa'mız da, do'muz da, solumuz da diyez olacaq. Bu bir. İki dəfə də bilsən ki, repriza işarəsi var qammada. Gedib gəldikdən sonra təzədən arpediyorsun. Yəni üç səslisini çalarsan. Bir dənə fərqi ondadır ki, əvvəlki qammalardan indiki qammaların fərqi ondadır ki, ştrixlə çalırsan. Yəni lia, do, mi da getdiyin kimi bir dəfə getdiyində lia, do, mi, ikinci səfər lia, do, mi olaraq çalmıyorsan. Bu səfər lia, re, fa olaraq, fərqli olaraq çalarsan da elə bil. Birinci lia, do, mi, ikinci lia, re, fa. Bu qutarda çərəklə çaldıq, tam ayaq vurduq, 4 dənə notdur. Çərək notumuz neçəyə sayılırdı? 1 və yə. 4 notumuz 4 və eləyir. Saya-saya gedirsən, saya-saya gəlirsən. Bu çərək notla çalınmamız. Eyni qaydanı 8-liklə çalırsan. 8-lik neçəyə sayılırdı, yadındadır? Bir və ya tir çalınırdı. Bax, bütöv not 4'dür. Yarım 2'dir. Çərək 1 vədir. 8'lik və yadır. 16'lıqla 16 4 notu 1 vəyə sayırıq bizdə. Bir də 8'lik 16'lıq var. Bu 4-cü sinifdən 5-ci sinifdə keçilir əslində. Biz birinci çərəklə çalıb bütün hamısını qammanı qutardıqdan sonra eyni notla bu səfər 8'liyi çalacağıq. Ardından 4 notu sayarsan da 4 və eləməlisən bir xanəni. Onun ardından 3 nota bir ayaq vurarsan. Həm 8'lik, həm 16'lıq. 1 və hə çalınacaq. Amma 16'lıq notda tez gedib tez gəlməsən də. O 4 notu bir ayağa vurarsan. Onsuz da mütləq Seyda müəllim 3 il boyunca saat dərs keçdiyində 16'lıq notla çalmışsan. Əsərlərdə var. Ona görə də çox zor olmayacaq. Bu lia major qamması. Bir də paralel minoru var. Major qammasının minoru var. Ya major qammasının minor qammasını tapmaq üçün ya 6 pillə həmən notdan başlayıb 6 pillə qabağa getməsən ya da 3 pillə arxaya getməsən. 6 pillə sayana qədər liyadan 3 pillə arxaya gedəndə fa diyez minor olur. Bunun da heç bir elə çətinliyi yoxdur da eyni şeydir. 8'lik çərək, 8'lik 16'lıq, bir də 16'lıq çalarsan. Bir dənə fərqi ondadır ki, biz major qammasında 8'lik çalırıq, çərək çalırıq, 8'lik 16'lıq, bir də 16'lıq çalırıq. Amma minor qammasında onu təzədən çalmağa gərək yoxdur. Çünki birinci qammada çalanda ikincisine gərək qalmır. Bu bunun fərqi. Amma əslində minor qamması 3 halda olur. Natural halda. Natural, harmonik, melodik. Natural halda açarlıq işarəsində hansı işarələr qoyulursa onlarla çalınır. Fa diyez, do diyez, sol diyezdir. Bunu hər dərsdə onsuz da 6 günün altında da keçəcəyik. Həftənin bir dənə bazar günü səni buraxacağım. Bazar günü də özün çalarsan. Sonra da çaldığını da axşam vaxtımı atarsan, baxaram görüm səhv eləmirsən, eləməmsən. Səhv elədiklərini də birinci gün təzədən biz çalarıq. Minor qammasında natural halda qamma yuxarı və aşağı getdiyində heç bir dəyişiklik olmur. Açarlıq işarəsində hansı işarələr varsa onunla gedib qaydırsan. Natural harmonik halda yuxarı və aşağı getdikdə 6-7-ci pillə yarım ton artır, yəni diyez olur. Sayırsan liyadan 6-cı pillə hansına düşürsə diyez olur. 7-ci pilləndə diyez qoyursan. Melodik halda qamma yuxarı getdikdə 6-7-ci pillə diyez olur. Qayıtdıqda natural hal çalır.
düşür. Amma bu o demək deyil ki, natural halda tərtəmiz çalırsan. Amma açarlıq işarəmizdə məsələn fa diyez, do diyez, sol diyezimiz olaraq çalırsan. Yəni bunu duruş götürüb məsələn do major qamması kimi barmaqları səhv qoyaraq çalanmazsan. Bu da bununki. Arpediosu da eynidir. Onun da arpediosunu majorda nətər birini fərqli çalıb birini də eyni çalırıqsa o da eynidir. Qutardı mı? Əsas məsələn dərsimiz budur. Bu cür qamma çalaq. Bugün vaxtım olmadı atacağım. Getdim dərs keçdim denə. Aldıramadım. İnşallah birinci günde etüdünü götürüm, etüdünü çalaq. Əslində asan etüdlər var. 16'lık notuna götürərik. Çünkü qammada sənin 16'lık notun vardır. Həm də orada çıxardarsan barmaqların açılar. Bir də muğamımız var. Muğamımızda da nədir? Baytı Şirazla rast muğamıdır. Rasta Bərdaş, Maye, Uşaq, Hüseyni vilayətidir. Ayağı ilə birlikdə. Şeydə o birisində yox. Baytı Şirazda amma kökü dəyişəcəkdir. Məsələn burada padiyesi çalırsa orada elə deyil. Onun kökü fərqlidir. Həftənin 2 günü muğam keçək, 2 gün ixtisasdır. Biz canlı yayın keçirik. 3 gün muğam keçək, 3 gündə ixtisas keçək. Canlıda problemin olmayacaq, fərq etməzsə. Hə, onda baxarıq. O bir şagirdimə Baytı Şiraz götürürəm, sağda rast götürərik. Sən onsuz da belə baxanda Uşaqdır, Hüseynidir çalırsan. Maye, Bərdaş fərqlidir. Çatdırarsaq da vilayəti ayağı da verərik. Yox, çatdıranmasaq da 5 hissə bəs edirsən. Götür, başda çal. Liya major qammasını yavaş yavaş saya saya ayağından sal. Saya saya çal. Boğaz getdim. Çal. Ağzımda benim. Çal başla. Liya major qamması. Sağ kemandan. Do diyez. Gülay. Sini biraz yukarı koy. Çok aşağı koymuşsun. Çal. Fanı hara koyursansa sini de ikincisini de aynı yere koy. Fanı biraz yukarı koy. Deməli, Fanı azca yukarı koy. Yok biraz aşağı. Çok yukarı koy. Azca aşağı hayını çal. Do diyez. Sen vurdun. Re'den gir. Re, do. Yo. Dördüncüsünde. Kemantan biraz fırlat. Bir de geç. İngilizce. Sol diyez koy. İngilizce. Telaşma. Telaşma. Sol yukarı. Re'ni yukarı koy. Çok aşağı koymuşsun. Re'ni de onun yerine. Don da onun böğrüne. Seni biraz yukarı koy. Çok aşağıda. Don'u çok aşağı koyma. Don'u yukarı koyacağım. Don'u çok aşağı koysan. Biraz yukarı. İndi bir yarıya fa çal. Yok.
İndi lia, re, fa. Tələsmə. Səkizlik. Re'den çal. Yo 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 yo. Bir sen ne var? Re, lia, re. Hə. Çox tələsmə. Çox tələsmə. Yo 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 gözlə gözlə gözlə. Gözlə. Re'ni koy. Re, do, si, la. Get. İndi yüzdü. Fanı aşağı koysan gözlə gözlə. Fanı çox aşağı koydun. Çok dur. Re'ni biraz yukarı koy. Bak xətdən aşağı koysan. Mi koysan. Getdik. Doğru diyez koy. İndi düzdür. Yo. İç səslisini çal indi. Lia'nın iç səslisi nədir? Lia do miydi da? 8'likdə çərəkdə nə çalsan 8 do ini. Üç, heç nə olmaz. Get. Doğru biraz yukarı koy. Doğru çok aşağı koysan. Tələsmə. Yo gözlə. Çox tələsdin. Geç başa. Lia, re, fa'dan gir. Yo tələsirsən. Sən bir də başa get. Lia, re. Yo başdan. Lia, re, fa'dan gir. Elə re'də saxla, lia'da saxlama. Bir də get lia, re, fa'nı. Saxla. Lia'nı vurma da. Üzü lia'nı vuranda 8'li 16'lıq çalarsan. Bugünlük bu dərs bu qədər bəsdir. Sənin üçün